Salam, axşamınız xeyir Axşamınız olsun. xeyir. Mən bayaqlarım burada bir dənə söz demək istədim. Xahiş edirəm, sözümü kəsməyin. Bir dənə şey demək istəyirəm. Burada Ənfal biri qoy. fəlsəfə haqqında qayət də bilikli, normal, sizdən heç də geri qalmayan xanımlar var. Sadəcə o qədər indi var, çıxacaqlar da özə. Bir dənə icazə verin. Harda tutulur? Biz burada əgər bir fikri müdafiə eləyiriksə, yəni özümüz etikadan danışırıq, nə bilim, biz fərqlənirik, biz intellektual səviyyədən danışırıq. O qədər bəzən səsinizi qaldırırsınız ki, şəxsən xanım olaraq mən başqa profildən qatılmaq istəyirəm bura ki, hardan Ay Firo xanım, fəlsəfə bilən xanım hardadır? Gəlsin, mən saat yarım ondan səssiz səmirsiz danışacağım. Bir dəqiqə daya, bir dəqiqə icazə verin. Buyurun. Ay Çevik bəy, xanıma durmusunuz, mikrobiyologiyadan danışırsınız. O boyda Susan Blackmore orada ola, xanım gedər, açar, onun bir kitabını oxuyar, görər ki, şuur nədir, din nədir, paranormal inanclar nədir. Siz xanımın üstünə biyoloq kimi gedirsiniz. Xanım, Firo xanım, iddia qoyduzu az öncə. Sizdən daha yaxşı fəlsəfə bilən xanımlarımız var. Mən də deyirəm ki, Azərbaycanda fəlsəfə bilən xanım... 30 saniyə ver də. Abi. 30 saniyədən ver, bu mövzunu bitireyim. 30 saniyə, sonudur. Sonra davam edeyim. Yenə də mənim sözümü niyə kəsirsiniz Ruslan bəy? Siz çünki kəstiniz də xanım, mən ayətlərdən danışıyorum. Axı siz onsuz da bütün günü bu mövzudan danışırsınız da. İcazə verin. Xanım, mənim mövzum bitməyib axı. Bir tamam da bitsin. Heç xanımları qəbul eləmir. Kişi məclisidir. Vəsə, deyin ki, ancaq kişilər danışmalıdır. Ay xanım, mən mikrofonu bayaqdan bağlamışdım, dururdum da. Yenə də bağlayacağım, duracağam. Siz başdan ayağa durarsan. Yox, mən bir şey niyə ki, mən də deyirəm ki, teologiyanı xanım, bir dənə tamamlayayım da, xahiş edirəm sizdən imkan. Xanımlar var, icazə verirsiniz. Ay xanım, icazə ver. Xanım, icazə verəcəm deyirəm də, bir dənə siz icazə verin, tamamlayayım, sonudur. Bax, ayətdə nə deyir? Səndən qənimətlər haqqında soruşsalar de, qənimətlər Allaha və Peyğəmbərə məxsusdur. Ona görə də əgər möminsinizsə Allahdan qorxun, aranızı düzəldin, Allah və onun Peyğəmbərinə itaət edin. İndi bir dənə Ənfal 41-i qoy. Burada hamısını istəyir. Birinci də hamısını istəyir qənimətlərin. Əgər siz Allaha və aid edildiyi gün, iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etməsinizsə, iman gətirməlisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin 5də biri Allaha, onun elçisinə, onun qohum əqrabasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir. Bayaqdan hamısını istəyirdi. Ucu görür ki, hamısından razılaşmırlar. Keçir ucu 5də birinə. İki dənə ayət bir-birinə zid. Bəli. İndi buyurun xanım, danışın, mən bağlayıram. Hörmətlə dinləyirik, ay Firo xanım, buyurun. Firo xanım, İndi mən də deyirəm ki, yəni baxıram yayınlara, mən sizin də yayınınızı izləyirəm, digər yoldaşların da yayınını izləyirəm. Elə bil ki, biz konkret olaraq ataərkil bir ortamdayıq, ancaq kişilər danışmalıdır. Yəni icazə verin, burada xanımları mən izləyirəm. Bax, xanımlar var burada. Mən də sizə iddia eləyirəm ki, bəzi xanımlarımız var ki, fəlsəfəni oturar, gözəl şəkildə açıqlayar. Baxın, bir xanım qalxmışdı orada. Deyir ki, inancım fərqlidir, düzdür. Amma hamısı kişilər bir tərəfdən danışır. Gəlin ya yayımınıza bir xanım alın, məlumatlandırın, onu yetişdirin, hazırlayın ki, sizinlə bərabər qalxsın, dialoq qursun və yaxud da ki, öz hər gün olsa kiçik bir monoloq. Bax, Ruslan abi o dövrlərdə buradaydı, burada değildi bilmirəm, amma Azər bəy buradaydı və Azər abi də təsdiqləyər bunu. Ən az 20 dəfə təklif elədim ki, fəlsəfə bilən, teologiya bilən və ya bu sahəyə marağı olan xanımlarımız buyursunlar. Hər cürə dəstəyi, qaynaq dəstəyi təmin edərik. İndi mən də sizə deyirəm ki, burada 634 nəfərin içində fəlsəfənin fısına yaxın duracaq bir xanım yoxdur. Mən də sizə bir dənə şey deyim və indi sizə bir dəqiqə deyim, bir şey deyim də. Firo xanım, çox sağ olun. Siz bayaqları bir şey demək istədiniz. İmkan vermədilər, amma bayaqları
mən yayına qalxdım, bir-iki kəlmə dedim. Azər bəy mənə dedi ki, gedin bir şeylər vardı, nəysə onu yan. Siz bəzi şeyləri mən qəbul eləyə bilmirəm, amma bəzi reallıqlar var ki, biz onu gözlə görə biləcəyi bir şeylər var da, biz onları qəbul eləmək məcburiyyətindəyik. Siz ayələr yazırsınız orada və onu elə bir əks təsirlə onu göstərməyə çalışırsınız ki, sizin düşüncəniz o qədər fərqli tərəfdən ona yanaşır ki, siz onu fərqli düşünürsünüz, biz onu fərqli düşünürük. İndi ona görə də mən təklif eləyirəm ki, Çevik bəy, icazə verin, nə bilim 1200 ildir ancaq kişilər danışır da. İcazə verin bir dənə yayımda 5 dənə xanım qoşulsun, müzakirə eləsin. Olmaz, icazə yoxdur. Yoxdursa biz bilək ki, Hani 5 Davroğlu tane hanım ay gəlməyəcək. Firo? Fiyero xanım. Var da, orada var. Hani buyurun davet edin. Azər abi deyən davet edin. Hələ biz Ay, ikimiz, Fiyero xanım. və məsəl üçün Fiyero xanım, bir də Skaska mənəm. Yerinizdən danışmayın da. Baxın, biraz sizə imkan verən kimi hərə yerindən danışır. Sonra da deyirsiniz ki, xanımlara, bizim burada çox gözəl, hörmət elədiyimiz ateist xanımlarımız da var. Hətta Bəli. müsəlman xanımlarımız da var. Bəli. Bilmirsiniz, bax, siz bilmirsiniz. Manipulyasiya eləmək lazım deyil. Bizi də qadın düşməni kimi burada Yox, manipulyasiya eləmirik. Azər bəy, mən Baxın, siz Fiyero xanım, bir dəqiqə diqqətlə Burada olanların hamısını yaxşı Xahiş edirəm, tanıyıram. diqqətlə qulaq asın. Emosional danışmaq lazım deyil. Hisslərlə danışmaq lazım deyil. Və burada göstəriş də vermək lazım deyil. Konkret bildiyiniz bir şey varsa danışın. Yoxdursa bizi ittiham eləmək. Azər müəllim, mən Bir dəqiqə, Skaska Azər xanım, müəllim, bir dəqiqə, Skaska xanım, bir dəqiqə. Bəli, Mən sizə az öncə bir sualınıza cavab verim. Zəhmət olmasa mənə deyin ki, mən sizə hansı kəlməni Getdim, baxdım da, sizin cavabınıza adı nə idi? doğru mən heç nə... Adı nə idi? Adı nə idi? Nə bilim, Siz heç mənim spiritualizasiya dediyimi idi, belə nə yadda idi? saxlamamısınız. Siz heç mənim dediyimi belə yadda saxlamamısınız. Yox, mən onu qeyb chat GPT-yə yazmışam, onu. Nə yazmısınız? Çevik göstərmə, nə yazdınız orada? Ekranda Burada necə göstərim? Mən Ekranda, buradan necə ekranda. göstərəm? Yox, bir kəlmə sözdür də, adını deyin də. Ekranda Baxın, deyə sizə- xanım, ekranda. Necə yəni işte tapmadınız? Ha, Ekrana niyə baxın. demir? Niyə göstərirsən? Çevik göstərmə də, bircə dəqiqə. Bax burada sizin bir xüsusiyyətiniz üzə çıxır. Siz ancaq emosional davranmağı xoşlayırsınız. Aviaginesi idi. Hazır- Ben deyirəm də aviaginesi hazır idi, vəziyyət. nə idi? Ha bak sən heç adını düzgün bilmirsiniz. Mən sizə Bilmədim də- xahiş elədim. Dedim ki, adını əzbərləyin, gedin araşdırın. Yaxşı, Mən də sizə getdiniz, deyirəm araşdırdınız. Nə oxudunuz? Nə başa düşdünüz? Heç nə yazmadılar orada. Mən chat GPT-yə yazdım, özümə Azər bəy, mən şey ona görə dedim ki, Diqqətsiz bəs deyil. Azər bəy, mən ona görə dedim ki, gəlin ondansa bu çətin terminlərdənsə xanım ola bilər ki, yeni başlanğıcdadır da bunu niyə qəbul eləmir ki? Hərdə Burada yəni oturan- nə olar ki, mənə başa salın da, mən də insan Yox, olmalıyam. mən sizə- Xanıma indi mən sizə bir məsləhət dənə söz görək, deyim. xanıma məsləhət görək ki, getsin Susan Blankmoreni oxusun. Nə var ki burada bunu siz belə dediyinizi demək? başa düşdü ki, Niyə başa düşmür? Mən ona lazımdır kitab atarım. Tək o lazımdır ona PDF göndərərəm. Dəstək olmaq nə deməkdir? Aydınlatmaq nə İnsanlıq deməkdir? halıqda deyim, Nə mən gözəl, nə xanıma gözəl. məsəl üçün xanım dedim, mən onu götürüb Hə, takip elədim. oldu da Niyə bizim takip başqalarından elədim? da fərqimiz İkimiz eyni oldu vaxtda onda. Bir danışmayın da dəqiqə, Azər xanımlar. İndi Yox, Skaska o radikal xanımlar bir bir dənə şey yoldaşlar danışmaqda- kompleks usaq, yoldaşlar bir dənə səbirli olun. Firo, Skaska mikrofonu bağlayın zəhmət, növbə ilə. Firo xanım, girişdə az öncə iddia elədiniz ki, teologiya bilən xanımlarımız var. Mən dəvətinizi gözləyirəm. Mən də sizə deyirəm ki, gəlin bizim yayınımızda olan icazə verin. O qədər kişilər danışır ki, mən şəxsən başqa profillə qalxmışam sizin. Çünki ciddi şəkildə qarmaşadır bura. Yəni ciddi şəkildə Heç icazə bir qarmaşa verin, falan mövzu yox. təyin Buyursunlar. edin. Mən özümə şəxsən qadın oponent axtarıram. Çıxsın fəlsəfədən məndən danışsın. Amma bu o demək deyil ki, fəlsəfi məlumatları olan hansısa müəyyən səviyyəsi məndən aşağı olan adamı mən qəbul edib danışa bilmərəm. Siz necə ki, sıfır məlumatlı olan adamları qəbul edib izah verirsiniz, açıqlama verirsiniz. Nə var ki burada? Həftədə bir dəfə də xanımlar qoşulsun, biz də onlara gözəl şəkildə öz yanaşmamızla onların səviyyəsinə uyğun açıqlama verək. Burada nə var ki, yəni mən belə böyük bir şey görmədim. Fiyero xanım ölmürük belə şey üçün. Olsun da. Bax ki, Firo, mən Azər abi neçə dəfə eşidib, mən neçə dəfə demişəm ki, bu mövzular haqqında bilgisi olan xanımlar buyursunlar.
Hani Məsələn də biri bir balaca götürüb kasanı, Pierre düzdür, xanımı öyrənmək bir balaca istəyir. istəyirsən yoxla günah. Öyrənmək Deyir, mən istəyir, fəlsəfəni yaxşı fəlsəfədən bilirəm. özləri yoxlasın da. Hani xanımlar, Şeydir, xanım. yox, biz bayaqdan 20 dəfə elan eləmişik ki, bizim yayının formatı teologiyadır. Baxın, orada yazılıb Allah yoxdur. Bizim mövzumuz Allah yoxdur mövzusudur. Bizim mövzumuz fəlsəfə deyil, biologiya deyil. Biz bu məsələləri Onda niyə adama sadəcə biologiyadan sual verirsiniz? bax xanım, mən hansı adama biologiyadan sual verdim? Yox, o siz olmayın. Ümumiyyətlə burada biologiyadan isbat edir, yəni fəlsəfədən isbat Bizə edir. sual verirlər, Biz bizə. mütləq varlıqdan subyektiv, obyektiv söhbətlər eləyiriksə, demək ki, bunu açıqlamaqdan Edirik, xanım, bunu teologiya ilə isbatımız eləyək. Tamam da teologiya mövzusu olanda biz giririk də teologiya ilə kəsişən nöqtələrində biz bunlara kəsişəndə keçid edə bilirik. Amma bizim motivimiz həmişə fırlanır, teologiyanın üstündə gedir. Yəni teologiyanın əsasındakı fəlsəfə, teologiya ilə kəsişən biologiya məlumatı, teologiya ilə kəsişən fizika məlumatı biz sadəcə Amma belə indi gedirik. biz də necə ki, digər tərəflərdə açıqlama ilə özlərinə cəlb eləyirlər və informasiyanı çatdırırlar. İndi nə bilim kimlərsə necə çatdırır. Biz də marağı olan insanlara, marağı olan xanımlara, yəni belə açıqlamalar verə bilərik və ya özümüz öz aramızda oponent kimi danışa bilər ki, xanımlar da görsün də burada ancaq kişilərdir. Elə bir mesaj verilir ki, ancaq kişilər danışa bilər. Bax, mən bunu demək istirdim. Qaldı ki, oponentlərə, digər xanım oponentlərə icazə verin. Orada qeyd edin ki, xanımlar bugün qoşulsun. Qoy qoşulsun da, orada başqa Xanım, biz profillər belə bir qoşulsun. ayrımcılığımız yoxdur bizim üçün. Fərqi yoxdur. Xanımlar, bu Pərvin xanım bizim daimi dəstəkçimizdir. Nə vaxt istəyir qalxır, danışır. Xanımlar gəlsə biz də sevinirik. Siz bizi niyə elə qələmə verirsiniz ki? Bizim üçün fərqi yoxdur. Qadın ya kişi, kim qalxıb sözünü demək istəyirsə buyursun gəlsin. Hər vaxtınız xeyir, axşamınız xeyir, üzürlü sağ olun. Xoş gəldik Pərvin xanım. Xoş gördüm, hər birinizi salamlayıram. Xanım, mən əslində sizlə tamamilə razıyam. Düşünürəm ki, bizim cəmiyyətdə bu dəqiqə fəlsəfi, ən azından savadlı olan xanımlara daha çox ehtiyacımız var. Amma mən sizə deyim, yayının tam əvvəllərindən burada olan bir insan kimi, yenə deyirəm, bir xanım olaraq Azərbaycan xanımı mənim üçün daha dəyərlidir. Sadəcə yayına qalxan xanımların çox hissəsi nə deyir? Fal düzdürmü? Bəs falçılar necə bilir? Haqsızam? Mən Bəli, düzdür. Tamamilə doğrudur. Falçı, Düzdür. bəli, ancaq astrologiya və fal bu tipdə suallar. Yuxu. Biz də istəyərik ki, eynən yuxu yozumu. Biz də istəyərik ki, Azərbaycan qadını daha savadlı olsun. Savadlı Azərbaycan qadını savadlı gələcək, müstəqil, daha da yaxşı çiçəklənən Azərbaycan deməkdir. Bunu başa düşürəm, sizin fikrinizə sayğı ilə yanaşıram. Amma çox təəssüf ki, yayınımıza xanımların diqqəti azdır. Burada çox üzr istəyirəm, rayon toyu deyil ki, qadınlar ayrı, kişilər ayrı olsun. Elə də eləyə bilmərik. Əhsən Pərvin xanım. İndi mən sizə bir cavab verim Pərvin xanım. Təşəkkür edirəm. Mən də demək istəyirəm ki, yeni başlanğıc özlərinin içərisində, ailəsində müəyyən qınaqlar var. Onlar ancaq ya ChatGPT ilə, ya da başqalarından yönləndirilmiş fikirlərlə müəyyən mənaya getmək istəyirlər, mütləq məna axtarırlar. Amma biz onlara burada görürsüz 2 dənə xanım gördülər, artıq başlayırlar yazmağa xanımlara maraq yaranır. Hələ ki axı biz bu altyapıda olan xanımları qəbul eləməliyik axı. İkimiz içində maraq var, qorxur. Biz o qorxunu sındıra bilmək üçün, onlara cəsarət vermək üçün arada bu yayımdan səsimizi çatdırmalıyıq. O anlamda deyirəm. Çünki onlar hələ başlanğıc səviyyədədirlər. Siz Fiero xanım, mən sizə bir dənə tövsiyəm var. Belə deyim də, bizim millət çox sevir məsləhət verməyi. İndi mən də sizə məsləhət verirəm də, mən də bu millətin içindən olan biriyəm. Məsləhət verməyi biz çox sevirik, amma özümüz heç bir iş görə bilmirik, görmürük. Kimsə də bir iş görəndə 50 dənə Ay Azər bəy, siz də məni tanımırsınız da, bilmirsiniz mən nə işlər görürəm. Bir dəqiqə. Fiero xanım, mən başqa bir şey deyirəm. Mən sizdən danışmıram. Yaxşı, bu fəlsəfəni bilən xanımlar varsa, niyə bunlar bir canlı açıb, PK oynamaqdan başqa, nə bilim, rəqs eləməkdən başqa bir şey eləmirlər? Açsınlar, biz də gedək, baxaq da, görək ki, həqiqətən də belə xanımlarımız var.
Bu Mən də istedad, deyirəm ki, bu bilik, elə bir işin şeydir banisi ki, Azərbaycanda bax, sözümü sizsizsə, kəsdim. mən də bunu deyirdim sizə. Sözümü kəsirsiniz. Siz bax xanımlarda bu problemlər də var. Bax, dinləmədən tam mahiyyəti anlamadan elə birbaşa sual yağdırırsınız. Mən demək istəyirəm ki, baxın, mən özüm canını açırdım. Bax bu mənim canımda var, canını açırdım. Buradakıların hər biri demək olar ki, ateistlərin əksəriyyəti canını açırdı. Çünki hər biri o potensialda olan adamlardır. Sadəcə bu günləri məsəl üçün bizdən biri açırsa, hamımız onun tərəfində birləşmişik bir yerdə. Hədəfimizi bir güclə bir nöqtəyə vururuq. Məsələ odur ki, əgər belə həqiqətən də siz deyən kimi savadlı fəlsəfəni bilən xanımlar varsa, buyursunlar, heç üzlərini açmasınlar. Efir açsınlar, biz də görək, bəyənək. Biz harda savadlı xanımlar varsa, həqiqətən, yəni onu dartıb gətiririk yanımıza. Necə ki, vaxtı ilə gətirmişik, eşitmişik və yaxud alt yazılarından belə biz hiss edirik ki, məsəl üçün bu insan, fərq yoxdur, qadın ya kişi, bu savadlı insandır, bu nəsə məlumatlı insandır. Onu qaldırırıq yuxarı, onunla danışırıq, ədəbi ilə, ərkanı ilə də yola salırıq. Bu qədər. Buyurun. İndi mən də başlanğıc üçün deyirəm ki, buradakı xanımlar artıq gördülər. Baxın, yorumlarda var da xanımlar gedir, yazırlar görürəm. O xanımlar da cəsarətlənsin. Mənə özələ yazacaqlar, bilirəm. Pərvin xanıma yazacaqlar və beləliklə başlanğıc üçün məsələn arada qalxıb sizlə müzakirə eləyərik. Sonra sizin dediyiniz kimi o birisi səhifələrdə də eləyərik. Niyə olmasın ki? Mən bunu demək istəyirdim. Bəli, bəli. Təşəkkür edirik. Təşəkkürlər xanımlar, təşəkkür edirəm. Sağ olun.